Salam aleyküm dostlar. Bugün sizlərə GTA Baku 2025 APK modunu telefonu necə yükləyə bilərsiniz, necə quraşdıra bilərsiniz onu göstərəcəm. İlk başdan deyim ki, bu şəhərdə qalsaz 100%, yəni oyun çökmə verəcək, tekstura gedəcək, gələcək. Bunun üçün nə edirsiniz? Bax buradan görürsüz, burada bizdə sağ tərəfdə mod menyumuz var. Bax. Bu mod menyunu açırsınız, bax mod menyunu açırsınız. Bunu böyüdürsüz, bu sağ tərəfində balaca üçbucaq kimi yer var. Burada nə boyda istəyirsiniz, böyüdə bilərsiniz. Buradan da ayarlar bölməsinə girib bunu böyüdə və yaxud da balacalaşdıra bilərsiniz. Və buradan da yazılar var. Buradan girirsiniz arabalar bölümünə. Buradan araba patlamıyorum mütləq aktiv eləyin. Girirsiniz araba seçiminə. Bax buradan ən başda Prius minus var. Bu Prius'a basıb saxlayırsınız, gətirirsiniz bunu 520-yə. Bax bastınız. Bax burada araba seçimə basanda göydən qırıcı təyyarə düşəcəkdir. Bunu minirsiniz qırıcı təyyarəyə. Bax buradan xəritəyə basırsınız, xəritəyə. Buradan bax ya bura gedin ya da bu xəritəyə gedin. Bax burada bu xəritədə qalsaz oyun çökmə verəcəkdir. Bilmirəm də indi o oyun niyə çökmə verir, o oyunun özünə görədir. Buradan qaldıraq təyyarəmizi. Bax dediyim kimi buradan bax mod menyuda bax mütləq şəkildə araba patlamıyor aktiv eləyin ki, bu təyyarə harasa dəyəndə partlamasın. Gözləyin tam qalxsın. Buradan uçursunuz o tərəfə. Buradan gedirsiniz o tərəfə. Müəyyən yerdən sonra da düşüb maşınla da gedə bilərsiniz. Yəni əsas odur ki, o bu şəhərdə dayanmayın. Dayandısa oyundan başlayacaqdır tekstura qeybkədə durmağa. Yollar itəcəkdir, qaralacaqdır, bozaracaqdır, belə hadisələr baş verir. Bura çatdınız. Buradan da yenə açdınız menyunu. Buradan oyuncu bölməsinə girirsiniz. Buradan ölümsüzlüyü, sonsuz zırhı zadı aktiv edirsiniz. Buradan oyuna girirsiniz. Buradan polis səni asla aramaz. Basanda və göz narşiyonu yalan hamısı silindi. Tabii işte buradan da düşürsüz aşağı. Göz təyyarə partlamır. İnşallah ki bu təyyarədən bir çıxa bilim. Baxın burada yenə qayıdırsınız arabalar bölümünə, araba seçiminə girirsiniz. İstəsəz buradan bütün şəhərdə maşınları yoxa çıxara bilərsiniz. Burada istəsəz su, üzmə, zat hər şey var. İndi silah seçimi hər şey var. Buradan daha bu yuxarı hissəni əlləmirsiniz. Bax burada görürsüz, bax bütün maşınları bura əlavə eləmişəm. Yəni oyunda nə qədər maşın varsa, məsələn 07 seçmək istəyirsiniz. Bastınız 07 gəldi. Bunu da balacalaşdırırsınız istədiyiniz kimi. Rəng dəyişdirə bilərsiniz. Təkərin əyrisi var. Bu gözü maşının təkəri əyridir. Bunu dəyişdirmək üçün, düzəltmək üçün. Bax hidrolik montajı var. Bunun üzərinə basırsınız. Görürsüz təkər düzəldi. Da buradan istədiyiniz maşını seçib, yəni təkərini düzəldib oynaya bilərsiniz. Yəni burada bütün maşınları əlavə eləmişəm. İndi sizə göstərim oyunu necə yükləyib qura bilərsiniz. Və buradan qoy bir dənə boş yer. Bax girirsiniz Google Chrome-a. Açırsınız Google Chrome-u. Bura axtarış yerinə vurursunuz, yazırsınız Rüzü Hacks. Baxın mən yazdığım kimi. Bunu verirsiniz axtarışa. Görürsünüz ən başda bir web sayt çıxdı. rüzaq.net. Onu da üzərinə basırsınız. Bax burada Red Dead Redemption da var. GTA Baku 2025 APK modu. Məsələn, bax burada digər orijinal da var. Məsələn, Top Fight Games. Play Store'da pullu olan oyunları buradan girib pulsuz yükləyə bilərsiniz. APK Data OBB modumuz da var. Və digər oyunlar var. Buradan digərlərində yükləyə bilərsiniz. Və buradan girirsiniz GTA Baku 2025 APK moduna. Bunun üzərində basırsınız. Buradan düşürsünüz aşağıya. Və burada 2 dənə modumuz var. Bir qrafik mod var. Bir də bütün telefonlar üçün var. Əgər siz qrafik modu yükləyibsizsə, oyundan atma problemi baş verirsə, onda bütün telefonlar üçün olanı yükləyin. Bu bənövşəyi, bu animasiyanın üzərinə basırsınız. Və görürsünüz açıldı. Buradan da bu göy yerə basırsınız. Oyunu yüklürsünüz telefona. Mən bir dəfə yükləmişəm, ikinci dəfə yükləməyəcəm. Bunu yüklürsünüz telefona. Sonra oyunu buradan Play Market'e açırsınız. Buradan axtarış yerinə basırsınız, yazırsınız. Zarhever. Bu proqramı yüklürsünüz telefona. Haradasa 5-6 megabaytlı proqramdır. Bunu yükləyəndən sonra açdınız. Açandan sonra sizdən müəyyən icazələr istəyəcəkdir. O icazələr verəndən sonra düşürsünüz aşağı. Bax görürsünüz burada Dovland bölməsi var. Girirsiniz Dovlanda. Buradan da düşürsünüz aşağı. Bax məsələn məndə yazıb qrafik GTA Baku 2025. Bax bunu tapırsınız, üzərinə basırsınız, indirə basırsınız, bu oyunu yüklürsünüz telefona. Biraz yüklənməsi gecə olacaqdır, çünki oyun həcmi böyükdür. Oyunu yükləyib qutarandan sonra, yəni tam telefona qurulandan sonra, bax buradan giriş edirsiniz oyuna. Oyuna giriş edəndə sizi belə bir ekran qarşılayacaq. Burada ilk öncə tıklayırsınız Get Key-ə, bunun üzərinə basırsınız.
Buradan gözləyirsiniz. Bax burada yazılıbdır. Get key. Bunu da üzerine tıklayırsınız. Burada 5 saniye gözləyirsiniz. Sonra continue düyməsini basırsınız. Bu ikinci səhifədə yenə get key basırsınız. Burada yenə 5 saniye gözləyirsiniz. Yine continue'ya basırsınız. Buradan açarı kopyalayırsınız. Açarı kopyalayırsınız. Bax bu açar hər 4 ilə 8 saat arası dəyişir. Hər 4 ilə 8 saat arası bu kodu təkrar götürməlisiniz. Bax bu gətirib yapışdırırsınız bura. Bax buraya basıb üstünə saxladınız, yapışdır. Baxın, əgər deyək ki, bir dəfə anahtarı alıb buraya yapışdırmısınız, növbəti dəfə loginə basanda burada belə bir şey olursa, deməli kodun vaxtı bitibdir. Bu kodu gəlib təkrar götürməlisiniz. Buradan loginə basırsınız, buradan open setting'ə basırsınız. Buradan tapırsınız GTA'nı. Bax düşürsünüz aşağı, bax GTA bastınız. Bunda digər uygulama üzərində göstərim. Bəzi telefonlarda bu digər uygulamalar üzərində göstərimi aktiv etmək mümkün olmur. Onda nə edirsiniz? Burada GTA sözünün qabağında belə tərsinə dairənin içində nida kimi bir şey olur. Onun üzərinə basırsınız, orada yuxarı qırmızı hərflərlə yazılacaqdır. Məhdudiyyətləri qaldırın. Yəni məhdudiyyətləri silin. O məhdudiyyətləri silinə basıbsınız, məhdudiyyətləri silirsiniz. Orada sizdə barmaq izi qoymusunuzsa, yəni ekrana, ekran kilidi, zat belə şeylər istəyəcəkdir. Əgər ekrana qoymusunuzsa, qoymamışsa istəməyəcək. Onu siləndən sonra geri tuşuna basıb bunu aktiv edirsiniz. Aktiv edəndən sonra çıxırsınız geri, bir də geri. Buradan izin verirsiniz. Yəni yazılar gələcək. Bu yazılara bastınız. Burada da skip sign in, bax üçüncüsünə bastınız. Buradan şeyləri qəbul edirsiniz, qəbul edirsiniz. Ondan sonra next-a basırsınız. Buradan da start düyməsinə basırsınız. Oyun özü açılacaqdır.